Gündəlik məhsullardan bir neçəsini sizə təqdim edirəm. Gördüyünüz brelok dırnaq kəsəndir. Polat materialdan istehsal edilib 1 milli qalınlığında metalın qalınlığıdır. Kifayət qədər kəskinliyi var. Bu diş çöpü ilə də kəskinliyini sizə təqdim edirəm. Açarlıqda əsasən istifadə edilir. Normal qapı açarı ölçüsündə ölçüyə malikdir. Növbəti məhsul avtomobil üçün 4 portlu USB şarj alətidir. Bir portu sürətli, digər 3 portu isə standart şarjı dəstəkləyir. Növbəti məhsul isə baş fənəridir. Sadə baş fənəri gördüyünüz bu hissədən həm şarj olunur, həm də bağlandıqda düyməsi burada yerləşdiyindən fənəri yandırıb buradan söndürə bilərsiniz. Eyni zamanda sensoru da var. Əl hərəkəti vasitəsilə sensoru aktivləşdirdikdən sonra bu formada aşağı və yuxarı fənərləri işıqlandırmasını istifadə edə bilərsiniz. Eyni zamanda da rezin kəməri var. Növbəti məhsul gördüyünüz fənərdir. Çantadan asmaq olar, çantada daşımaq olar. Avtomobil içində uyğundur. Yuxarı hissəsində şüşə qırmaq üçün olan yeri, fiti, qapaq açan yeri və arxa hissəsində Type-C şarj yeri yerləşir. 1 saat tam enerjini dayanmadan saxlayır. Növbəti məhsul isə kəmər üçün telefon qabıdır, dəri məhsuldur. Gündəlik daşımalarda kəmərdən asaraq iri mobil telefonlarınızı bu qabda daşıya bilərsiniz və açar açmaq üçün də xüsusi yer var. Növbəti məhsul isə gündəlik məhsullardan Casio'nun 1200 modelidir. Kifayət qədər gündəlik istifadə üçün tam uyğundur. Batareya ömrü isə 10 ilə yaxındır.